Əvvəllər sual verəndə deyirdim ki, sırtılmaqdan qorxuram. Günəşləndiyim yerdə rəyləri oxuyurdum. Oturub ağlayırdım ki, niyə belə yazırsınız? Axı siz məni tanımırsınız. Təsəvvür edirsiniz, 40 dərəcə istidə oturub ağladığım olub. Bugün TV Axşam.az istinadən xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abiyev tarixin bir günü verilişində deyib. Aktrisa sənətə gəldikdən sonra xasiyyətində yaranan dəyişiklikdən danışıb. İndi bütün rəylərə gülürəm. Onlarla birlikdə özümü tənqid edirəm. Gülürəm çünki bu sənətdən sırtıldım. Bir sual verirdi ki, bu sənətdə nədən qorxursan? Deyirdim sırtılmaqdan. Həmişə bu sözü deyirdim. Bunu mən nəyə görə deyirdim? Günəşləndiyim yerdə uzanıb rəyləri oxuyurdum mənim haqqımda, ən çox da sənin səhifəndə. Başlığı və rəyləri oxuyurdum. Günəşləndiyim yerdə üzü aşağı hönkür-hönkür oturub ağlayırdım. Hönkür-hönkür 40 dərəcə istinin altında oturub rəyləri oxuyub ağlayırdım ki, mənə niyə belə şeylər yazırsınız? Axı məni tanımırsınız. İndi artıq bütün rəylərə gülürəm və hətta onlarla bir yerdə Sevindil Akifoğlu, Samir Əliyev, Bugün TV. Bu bilirsiniz nə deməkdir? Mən artıq sırtıldım sənətdə. Mən də elə yazıram ki, mən